Belə bir axın, cərəyan yaratmaq istəyirəm. Azərbaycan ədəbiyyatında üçləmələr. Azərbaycan ədəbiyyatı dedikdə bizim tədris proqramımızdakı ədəbiyyat nəzərdə tutulur. Siz özünüz də belə bir kontent yarada bilərsiniz. Necədir bu? Nədir bunun məntiqi? Hər hansı bir xüsusiyyət seçirsiniz və o xüsusiyyət baxımından Azərbaycan ədəbiyyatında sizə ən çox təsir edən 3 epizodu və yaxud da 3 obrazı qeyd edirsiniz. Məsələn də Azərbaycan ədəbiyyatında ən yaxşı qəhrəman və yaxud da ən çox haqsızlığa uğrayan qəhrəman, nəsə belə bir xüsusiyyət seçib siz də bunun ardını gətirə bilərsiniz. Bu barədə çox müzakirələrimiz olur canlı dərslərdə və yaxud da Zoom dərslərində tələbələrlə. Bu dəfə istədim daha geniş publik formada belə bir üçləmələrə başlayaq. Birinci mövzu belədir. Azərbaycan ədəbiyyatında maarifçi adlandırılmaq baxımından ən çox haqsızlıq edilən obraz, mənfi mənalı. Yəni onlar heç əslində o qədər də maarifçi obraz sayılmamalıdır, amma onlar israrla maarifçi adlandırılır. Bu baxımdan ən çox belə deyək, haqsızlıq olan 3 obrazı qeyd etmək istəyirəm. Onu da deyim ki, bu bir test yarışması deyil. Müəyyən qədər bir subyektiv, emosional məsələlər də ola bilər. Əsas odur ki, yəni sizə ən çox təsir edən, sizin üçün ən çox təsirli olan 3 epizodu və yaxud da qəhrəmanı seçmək lazımdır. Əvvəlcə siz öz versiyalarınızı yazın, 3 obrazınızı seçin, sonra mənim fikrimi dinləyək, görək sıralama və sıralama uyğundurmu və ümumiyyətlə üst-üstə düşən obrazlar olacaqmı? Öz seçdiyiniz obrazları 3, 2, 1 bu formada sıralayın. İndi keçək mənim fikrimə. Mənim fikrimcə Azərbaycan ədəbiyyatında haqsız yerə maarifçilik adlandırılmasında 3-cü yerə çıxan obraz Vaqif dramının baş qəhrəmanı Vaqif obrazıdır. Bəzi vəsaitlərdə onun maarifçi kimi göstərirlər. Əslində isə onun maarifçiliyi ilə bağlı demək olar ki, heç nə yoxdur. Yəni bir dənə yerdə İbrahim xana deyir ki, açılsın hər yerdə məktəb mədrəsə. Bir dənə bunu deyir. Yəni özü nəsə elm öyrətsin, nəsə getsin, fədakarlıq eləsin, savad vermək baxımından bunlarla rastlaşmırıq. İkinci yerdə mən görürəm Şahbaz obrazını. Şahbaz obrazı o da, yəni təhsil almaq istəyirdi, yeni mədəniyyətlə tanış olmaq istəyirdi, elm öyrənmək istəyirdi, amma bunu xalqa nəsə öyrətmək baxımından yox, özünün ucalması üçün istəyirdi. Yəni bu onun maarifçi adlandırılması mən bilmirəm. Yəni o ya maarifçi sözünün mənasını